Cəlilabadda isə xeyli at və eşək əti aşkar edilib. Dövlət Baytarlıq Nəzarəti Xidmətinin mütəxəssisləri və Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin əməkdaşları tərəfindən aşkar edilən yararsız ətlər götürülərək məhv edilib. Tonlarla at və eşək əti, özü də xəstə. Kəsilərək satışa çıxarılacaqdı. Ancaq vaxtında müdaxilə ilə qarşısı alınıb. Görüntülər ötən gün Cəlilabadın Maşlıq kəndində Saqif Abbasova məxsus köhnə quşçuluq firmasında çəkilib. Məlumat əsasında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin mütəxəssisləri və Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsi əməkdaşları qida təhlükəsizliyinin qorunması, insan həyat və sağlamlığına təhlükə törədən, mənşəyi məlum olmayan heyvandarlıq məhsullarının satışının qarşısını almaq məqsədi ilə Saqif Abbasova məxsus quşçuluq firmasına baxış keçiriblər. Həmin ünvandan heç bir sağlamlıq sənədi olmayan kəsim üçün hazırlanmış 32 baş at və təzə kəsilmiş 31 baş atın daxili orqanları aşkar edilib. Yəni bu demək ki, 31 baş orada bir-iki gün əvvəldən kəsilmişdir. Onların ətləri hara getdiyi barədə məlumat yoxdur, hara göndəriblərsə. Ancaq qaraciyərlərin hər bir at deməkdir, aşkar olundu. Eyni zamanda təsərrüfatın tövlərin həyətində xüsusi qazılmış çalada 31 baş atın başı, ayağı, baş və ayaqları, ayrılmış atın skeletləri, möhtəviyyətlə dolu mədə və bağırsaqlar aşkar olundu, xüsusi tökülmüş çalada. Antisanitar vəziyyətdə olan dırnaqarası kəsim yerindən kəsim üçün primitiv quraşdırılmış müxtəlif alət və ləvazimatlar da aşkar edilib. Saqif Abbasov deyib ki, kəsdiyi xəstə at ətlərini Bakı şəhərindən xüsusi müştəriləri gəlib aparıb. Dövlət Baytarlıq Nəzarəti Xidmətinin mütəxəssisləri həmin atların içalatından nümunələr götürərək müayinə üçün Respublika Baytarlıq Laboratoriyasına göndərilib. Xidmətin əməkdaşı Mustafa Allahverənovun sözlərinə görə bu Saqif Abbasovun ilk əməli deyil. Bu 17 mart 2017-ci il tarixində Qaradağ rayon ərazisində hüquq mühafizə orqanları tərəfindən bu əməlinə görə tutulmuşdur. 1220 kiloqram at əti onda aşkar olunaraq sümüksüz Bakı Heyvanat Parkına təhvil verilmişdi. Onlar tərəfindən demək bu adam bu iş əməlləri ilə məşğul olur. Baytarlıq laboratoriyasında aparılan bakterioloji nümunələrin nəticələrinə əsasən həmin ətlərdən götürülən nümunələrdə bakterioloji çirklənmə aşkar edilib. Buna görə İnzibati Xətalar Məcəlləsinin 289-cu maddəsinə uyğun olaraq həmin fiziki şəxslər 200-300, vəzifəli şəxslər 500-600, hüquqi şəxslər isə 1500-2000 manat məbləğində cərimə gözləyir.